Deməli, bu videoda danışarıq gələcək versiyamızı ümumlanmaqdan. Və ya da ki, belə deyək də, hazırda bəlkə bitkin hiss edirsən, həyatda sanki yəni bir boşluq içindəsən, xaotik hiss edirsən və ya da ki, belə deyək də, hazırda həyatına məmnun deyilsən bir sözlə. Məmnun deyilsən və necə eləyəcəyini bilmirsən, nə baş verdiyini başa düşmürsən. Yəni depressiv bir növ belə deyək də, elə bir durumdasan ki, hiss edirsən ki, nələrsə qaydasında deyil və hiss edirsən ki, hazırki yaşamın səni məmnun etmir, səni qane etmir və nələrsə dəyişdirmək zamanı gəlib sanki. Bəlkə bu çevrənlə bağlı ola bilər, bəlkə bu yaşadığın ev ola bilər, bəlkə bu işin ola bilər, hansı ki, karyeradan bağlı. Ciddi bir qərarlar vermək zamanıdır, yəni hansı ki, artıq hansı işdəsənsə, hansı pozisiyadasınsa, nələrsə səni qane etmir. Və düşünürsən ki, yəni, bu o deyil. Yəni, bu yaşadığım həyat, yaşadıqlarım, bir növ vərdişlərim, gündəlik rutinim məni qane etmir və mən dəyişməliyəm, nələrsə dəyişdirmək zamanı gəlib. Və bəzən ola bilər ki, yeni versiyamıza uyumlanmaq, yeni bir şey yaratmaq, xüsusən yeni məni yaratmaq bizə bir çöküş də gətirir. Yəni necə? Çöküş özü bizi dəvət edir ki, yeni versiyamızı yaradaq. Yəni yeniyə addım ataq və düşünək ki, bir növ götür-qoy eləyək ki, nə baş verir mənim həyatımda və məndə nələr qaydasında deyil, mən nələri istəyirəm və nələri istəmirəm artıq həyatımda. Bir növ bunları sorğulamaq üçün bizə bir fürsətdir. Və bəzən bitişlər, bəzən kiminsə getməyi, bəzən bir növ depressiv hiss etmək, yəni sanki həyatımızda, yəni bir növ belə deyək də, elə bir yerdəyik ki, sanki arafda hiss edirik. Yəni nə bu həyatı istəyirəm, yəni bir növ yaşadığım hazırki reallığıma və sanki heç yeni reallığım da nədir, onu da bilmirəm. Yəni bir arafda qalmaq, qərarsızlıq, bu kimi məsələləri yaşaya bilirik. Xüsusən də bu, yəni bir növ son dönəmlər hiss etdiyim və bir növ müşahidə etdiyim qədərilə həm özümdə baş verən, həm də ümumiyyətlə insanlarda müşahidə etdiyim odur ki, insanlar artıq bir çox şeydən beziblər, bir bezginlik, bir növ belə deyək də, məmnuniyyətsizlik var və nə istədiklərini də bəzi insanlar var ki, onlar bilmirlər və ya da ki, nə istədiklərini bilsələr belə, onun üçün addım da atmırlar. Yəni biraz qarışıq bir növ belə deyək də, durumlar, qarışıq insanlar var. Sən bilmirəm, yəni hansı kateqoriyaya, hansı qrupa aidsən, hər bir halda, yəni bu videonu izlə, sonda yəqin ki, müəyyən bir qərara, nəticəyə gələcəksən deyə düşünürəm. Belə ki, bir növ belə deyək də, biz dəyərlərimizə əsasən, yəni dəyərlərimiz də ehtiyaclarımıza əsasən formalaşır. Ehtiyaclarımız və dəyərlərimiz dəyişdikcə biz də dəyişirik. Dəyişməyə bir növ məhkumuq deyək bu şəkildə və ola bilər ki, müəyyən bir müddət bizə xidmət edən davranışlarımız, bizə xidmət edən düşüncələr, dəyərlər müəyyən bir müddətdən sonra bizə xidmət etməyə bilir. Biz update oluruq, yəni biz dönüşən, inkişaf edən varlıq olduğumuz üçün dolayısıyla bəzi şeylər var ki, onlar dəyişməyə məhkumdur, yəni dəyişir. Necə ki, bu bir növ belə deyək də, həyatda da belədir ki, yəni təbiətdə də belədir ki, məsələn, fəsillərin dəyişməsi kimi, nə bilim, ilanın öz dərisinə dəyişməsi, tırtılın kəpənəyə dönüşməsi kimi bir prosesdir və təbii bir prosesdir. Bəzən ağrılı ola bilər. Əslində, ağrılı olan məqam bilirsən nədir? Bizim dirəncimiz, müqavimətimiz. Bizim müqavimətimiz nə qədər yəni çoxdursa və bir şey həddindən çox tutunmuşuqsa, məsələn, bir rolumuz ola bilər, yəni bir növ belə deyək də, hansı ki, köhnə versiyamızdır ki,
artıq yenilənməliyik, bizə xidmət etmir, çünki bizi uçuruma aparır. Yəni bizi bir növ münasibətlərdən soyudur. Bəlkə münasibətlərimiz nələrsə qaydasında olmur, bəlkə işlə bağlı, hər necəsə artıq hiss edirik ki, dəyişmək və dönüşmək vaxtıdır. Amma bəzən də bizə tanış bir yer olduğu üçün, yəni bir növ belə deyək də, orada nələr etməliyik və nələr etməməliyik bildiyimiz üçün, dolayısıyla yəni doğma gəldiyi üçün bizə dəyişdirmək asan olmur. Amma köhnə inancların, köhnə sən, yəni sənə xidmətdə deyilsə və səni məmnun etmirsə, bunu dəyişdirə bilərsən. Məsələ orasındadır ki, dəyişmək də özü ilə bərabər məsuliyyətlər gətirir. Özü ilə bərabər bir növ belə deyək də, yeni sən yaratmaq, məsuliyyətimi deyək, yəni bu şeyləri gətirir və bu da yeni səndə özü ilə bərabər yeni düşüncələr, bəlkə yeni insanlar, bəlkə yeni davranışlar, bunları tələb edir, bunları istəyir. Və dolayısıyla bu da özünlə bərabər bir növ belə deyək də bizim enerji tələb edir. Enerji, məsuliyyət, maddi və mənəvi yatırım. Bir çox hallarda bizim üçün bu çətin olduğu üçün bəzən ola bilir ki, biz elə yerimizdə saymağı seçilə bilirik. Amma gördüyüm və müşahidə etdiyim budur ki, dövr etibarilə, dövr çox sürətlə inkişaf eləyir və texnologiya olsun və ya digər məsələlər ümumiyyətlə insanların da inkişaf etməsi və insanlar da status olaraq, bir növ belə deyək, təbəqə olaraq, bunu sadəcə sözlə belə ifadə edirəm, yəni iki hissəyə bölünməyə doğru gedir. Yəni bir yaxşı yaşayan, həqiqətən də özünü yaxşı reallığa, yaxşı şəraitə, lüksa icazə verənlər və bir də yerində sayan, qərarsız olan və ya da ki, bir növ belə deyək də, elə kasıb qalmağa razı olan insanlar. Burada kasıb qalmaq deyərkən mən təkcə maddi olaraq nəzərdə tutmuram. Biz insan olaraq, yəni biz potensialımızı nə qədər açıb ortaya qoya biliriksə, həyatımızı dəyərlərimizlə hizalı və dəyərlərimizə uyğun inşa ediriksə, o zaman yəni biz həqiqətən də zəngin, həqiqətən də xoşbəxt, məmnun, rifah, yəni bu kimi hisslər içərisində, bir doyumluluq içərisində hiss edirik və dolayısıyla bu vacibdir. Və dediyim kimi, bu iki kateqoriyaya bölünür insanlar hazırda və dolayısıyla sən seçim etməlisən ki, mən hansına aidəm, mən nə istəyirəm hazırda, hansı ki, həqiqətən mən özüm istəyirəm, yəni mən atamın, anamın düşüncələrindən, onların mənə ötürdüyü fikirlərdən, inanclardan və ya da indiyə qədər yaşadıqlarımdan asılı olmayaraq onları bir kənara qoysam, əsl mən, indiki mən nə istəyir və yəni bu yolla, sorğulamaqla öz gələcək versiyanı yarada biləcəksən. Və öz gələcək versiyanı yaratmaq da çox da utopik bir şey də deyil və çətin də bir şey deyil əslində. Burada biraz səndən əmək, efor tələb eləyir. Beləcə də addım atmaq, yəni təkcə düşüncələrimizi dəyişmək yetərli deyil. Yəni özlərimizdə işləyərkən zehinsel olaraq işləyib nələrsə qaydasına salmaq çox gözəldir ilk etapda, amma növbəti etapda artıq bizdən bunu hərəkətdə və davranışda da istəyir. Yəni məsələn bəzi insanlar var, afirmasiyalar edirlər, tutaq ki, mən nələrsə layiqəm, mən tutaq ki, yaxşı münasibətə layiqəm, mən çox pula layiqəm, amma davranışda və ya da ki, bəlkə düşüncədə o yerdə deyil. Yəni o insan bəlkə də zəngin, varlıqlı insanlara aşağıdan, yəni bir növ edəkdə yuxarıdan aşağı baxır o insanları yəni lovğa, özündən razı görür və ya da ki, o insanlardan bəlkə diksinir, bəlkə təhlükəli kimi gəlir onlara, hər necəsə. Bu kimi yerdən baxırsansa, təbii ki, sənin üçün o versiyan hazırda ən azından mümkünsüz olur. Çünki sən özünə o şəkildə baxmaq istəməzsən. Məsələn, sənin ailəndə sənə ötürülübsə, sənə öyrədilibsə ki, tutaq ki,
zəngin insanlar, başqalarının haqqını yeyən insanlar olur, zəngin insanlar pis olur, zəngin insanlar həddindən çox xəsis olurlar, həddindən çox nə bilim soyuq olurlar, sərt olurlar, pis olurlar kimi bu kimi fikirlər varsa, sən də o valideynlərə sadiq qalmaq üçün bir yerlərdə əslində o versiyana dönüşməkdən əslində vaz keçirsən. Yəni o versiyanı qəbul edə bilmirsən. Çünki qorxursan ki, sən də pis insana dönüşərsən. Burada bunu bilməyini istəyirəm ki, bu dünyada bütün tip insanlar var və bütün tip vərdişlər, bütün tip xüsusiyyətlər var. Yaxşı və ya pis olmasından asılı olmayaraq. Bu sənin hekayəndə və sənin üçün doğru və ya yanlış ola bilər. Amma ümumilikdə götürdükdə isə həyatda hər bir şey mümkün və realdır. Yəni hər bir insanın, hər bir xüsusiyyətin yeri var. Dolayısıyla burada ayıq olmağını istəyirəm və eyni zamanda istəyirəm ki, həyata daha geniş bir yerdən baxasan. Yəni zəngin insanlar içərisində də yaxşı insanlar var. Həqiqətən də öz zəhməti ilə qazanıb bir yerlərə gəlib çatan insanlar var və eyni zamanda kiminsə hesabına və ya da pis yollarla qazanan insanlar da var. Dolayısıyla məsələ sənin özünsən, sənin qabında, sənin potensialında, sənin xəmirində nələr var? Bunlara bir bax. Və öz potensialını gerçəkləşdirmək üçün indiki halda nələrin var və nələr eləyə bilərsən? Həmin o gələcək versiyana uyumlanmaq, gələcək versiyan üçün hansı ki, indi atacağın kiçik bir addım səni inşa eləyir. Atalar demişkən, pilləkəni pillə-pillə çıxarlar, bunu unutma və zehnin üçün heç bir halda bir növ belə deyək də birdən-birə sıçrayış mümkün və ya da ki asan deyil. Çünki biz insan olaraq elə bir şəkildə dizayn olunmuşuq ki, bizim üçün vacibdir ki, biz etap-etap, yəni əmək verərək böyüyək. Bəzi insanlar var ki, həyatında hər hansı bir sıçrayışlar yaşaya bilir, hansı ki, çox ciddi şəkildə dəyişiklik yaşaya bilir. Məsələn, bunu harada görə bilərsən? Lotereyada, yəni məsələn, 2 milyonlar qazanmış insanlar. Amma o insanların həyatına bir neçə ildən sonra baxsan, görəcəksən ki, onlar hər şeyi itirmiş və normal, yəni sıradan həyatına davam edir. Yəni bir neçə il əvvəlki həyatı necə idisə, indiki həyatı da o şəkildədir. Ona görə də yəni bunu bilməyini istəyirəm ki, bu iş çox şaxəli bir şeydir. Yəni bir növ o zəngin insan olmaq, o zənginliyə çatmaq, potensialını açmaq, həqiqətən də yaxşı və zəngin şəkildə yaşamaq əmək istəyir və daima özlərində iş və bir növ özünə maddi və mənəvi yatırım istəyir. Dolayısıyla sehirli və ya qeyri-adi bir şey yoxdur. Sadəcə əmək vermək, özünə inanmaq və bir növ belə deyək də inamlı və qətiyyətli şəkildə o davamlılığı göstərməkdir. Çünki nəticədə məsələn bunu bu şəkildə düşünə bilərsən ki, ağacın əmələ gəlməsi üçün o bir çox etaplardan keçir, yox. Yəni o toxumdan yaranır və toxumun yaranması, cücərməsi bir neçə müddət çəkə bilir. Onun cücərib boy atması, eləcə də meyvə və bar verməsi 3-5 il, bəlkə bəzi yəni ağaclarda 7 il, 9 il çəkə bilir və dolayısıyla sənin də öz bir növ belə deyək də o çiçəklənməyin, öz böyüməyin və o versiyana uyumlanmağın da zaman alacaq və sənin öz yolun var və sənin öz tempin var. Bunu unutma. Bəzən sən yolda aza bilərsən və ya da ki ruhdan düşə bilərsən ki, bəs digərləri irəliləyir, bəs mən irəliləmirəm. Xeyr, əslində belə deyil. Baxsan görəcəksən ki, əgər baxa bilsən, görə bilsən, görəcəksən ki, sən bir çox yerlərdə irəliləyə bilirsən, irəliləmisən əslində. Və sadəcə bəzən bunları görmürsən, görməzdən gəlirsən və özünü müqayisə etdiyin üçün düşürsən bu tələyə. Əslində müqayisə tələsidir bu. Ona görə də bu yoldaykən özünü müqayisə eləyə biləcəyin tək insan var, o da özünsən. Yəni sənin əvvəlki keçmiş versiyandır. Dolayısıyla gələcək versiyanı yaratmaq üçün də
Yəni keçmiş səni təkrarlamamaq, keçmiş səni silmək və ya da ki, onun üzərinə xətt çəkməkdən və ya da ki, onu bir kənara tullamaqdan söhbət getmir. Keçmiş versiyan lazım idi sənə xidmət eləyirdi. Artıq xidmətini dayandırıb. Hər bir şey kimi, yəni həyatda hər bir şey öz xidmətini dayandırdıqdan sonra öz yerini bir növ belə deyək də tamamladıqdan sonra bitir. Bu hər bir şeydə belədir. Yəni hər bir şeyin son istifadə müddəti tarixi var. Yəni mağazadan aldığın hər hansı bir tutaq ki, geyintinin də, ərzağın da və ya da ki, nə bilim, geyindiyin geyimin də, istifadə etdiyin telefonun da hər bir şeyin, yəni müəyyən son istifadə tarixi var. Dolayısıyla yəni o versiyanda bir son bitiş tarixi var, olmalıdır və indiyə qədər sənə xidmət elədi, səni bu yerlərə gətirdi, nə gözəl. Amma sən yeni versiyanı da yarada bilərsən. Burada son olaraq bir neçə tövsiyələrimi də bildirmək istəyirəm ki, burada dediyim kimi kiçik addım atmaq önəmlidir. Çünki bizim bir çoxumuz çox təəssüf ki, yəni disiplinli, çox da məqsəd yönlü, həqiqətən də bir növ belə deyək də, öz istəklərinin arxasınca gedən bir ailədə böyüməmişik. Və dolayısıyla sənin o disiplini, davamlılığı oturtmağın zaman alan bir şeydir. Əvvəla sənin sinir sistemin buna hazır olmalıdır. Sinir sistemin üzərində işləməlisən. Bir xeyli əmək verməlisən. Çünki sənin sinir sistemin əgər savaş qaç modunda yaşayırsa, sən həddindən çox həyatı mübarizə, bir növ belə deyək də, çox təhlükəli bir yer kimi görürsənsə, həyatı ancaq qaça-qaç, qovğa-qov, əziyyət içərisində yaşamısansa, yəni bu şəkildə bir növ belə deyək də görmüsənsə, normal olaraq bu şəkildə yaşayırsan, bu şəkildə yaşamaqdan, yəni bir növ yeni bir versiyana keçid etmək, hansı ki daha sakit, daha təşvişsiz versiyana keçid etmək çətin olacaq. Yəni təbii ki, asan olmayacaq. Dolayısıyla bu sənin əmək istəyir və hər kəsin o bir növ belə deyək də, bir şeyləri bitirib son nöqtəsini qoyub artıq yeni versiyasına davam etməsi bəzən zaman ala bilir. Kimlərdəsə illər ala bilir, kimlərdəsə aylar ala bilir. Yəni bu insandan insana görə dəyişir. Və dolayısıyla özünü müqayisə etməyə dayandır. Sadəcə öz həyatına fokuslan, özünə bax ki, hazırda nələr eləyə bilərsən. Çünki hazırda etdiyim kiçicik bir şey belə çox əhəmiyyətlidir, çox dəyərlidir və sənə yəni bir şeylər qazandırır. Belə. Bölüşmək istədiklərim bunlardır. Düşünürəm ki, çox dəyərlidir bu video və dinləyib, əgər axıra qədər gələ bildinsə nə xoş. Çünki mənim videolarım çox uzun çəkir əslində. Çox qısa danışa bilmirəm mən. Çox dərin və bir növ uzun danışmağı sevdiyim üçün. Ona görə də etap-etap izah etməyə çalışıram. Belə. Bunları bir izlə, həzm elə. Özündə götür-qoy et, düşün. Gör nələr eləyə bilərsən. Harda dəstəyə ehtiyacın var ki, dəstəyə ehtiyacın varsa mənə yaza bilərsən. Məndən dəstək ala bilərsən. Mən buradayam. Və əgər bu videolar sənin üçün faydalı və maraqlı gəlirsə də YouTube kanalıma abunə ola bilərsən. Belə.